Assalamu alaikum. Novxanadakı işimizdən sizə görüntüləri təqdim edirəm. Artıq tamamlamaq üzrəyik. Fasad işlərimizdə yekun mərhələdəyik. Artıq ətək daşları da vuruldu. Baxın, bu hissəni tam etə qədər saxlamışdıq. Yerin daşları döşənəndən sonra artıq bu antrasit rəngində olan aşağı cərgənin daşı da vuruldu. Həmçinin evin sağ hissəsindəki divarın da ətək daşları vuruldu. Əvvəlki videolarda sizə göstərdiyimiz tərs tavanda gizli işıqlar da quraşdırıldı. Həmin bu gizli işıqlar LED işıqlardır, hansı ki qabarit olaraq hər hansı bir qabariti yoxdur. Lakin görünüş olaraq çox həqiqətən də gözəl bir görünüşə malikdir. Bura manqalxanadır. Həmçinin kermoqranit daşlarla işləmişik. Tavanı da kermoqranit daşlarla yığmışıq. Bütün künc birləşmələr 45 dərəcə kəsimdən işlənib. At qozlar həmçinin 45 dərəcə kəsimlə işlənib. Bura yay mətbəxidir. Bura giriş hissəsidir. Ümumi xidmətimizə tikililərin fasadının daş yunu və yan-yan membranla üzlənməsi, üzərindən konstruksiya və onun üzərindən kermoqranit daşların quraşdırılması xidməti daxildir. Əlavə xidmətlərimizə isə körkasa yığılması, ondan sonra pəncərə yamaclarının membranla izolyasiya olunması, hansı ki sonradan evinin içərisinə kif göbələklərinin əmişliyini verilməsinin qarşısına alınmaqdan ötürü və aşağı ətəklərin də yer izolyasiyası xidmətini təklif edirik ki, o da çox effektiv bir üsuldur. Bu daşların yerə birləşik hissəsində diblərdən su sızmasının qarşısını alır həmin o. Bu kimi təkliflərlə xidmətinizdəyik. Maraqlananlar bizə müraciət edə bilərlər. İşlərimizdən müxtəlif nümunələrimiz var. Buyurub müraciət edə bilərsiniz inşallah.